Şagirdlər, uzun bir aradan sonra yenidən qarşınızdayım. Bu günlərim 9-cu sinif üzrə, DİM-in 9-cu sinif üzrə natural ədədlər bölməsinin izahını verəcəm. Demək olar ki, mən bu mövzunu hamı başa düşsün deyə detallı izah edirəm. Amma istəyən şagirdlərlə də onlayn fərdi şəkildə də işləyirəm. Elə isə keçid edirəm mövzumuzun izahına. Birinci suala başlayıram. Birinci sualda deyir ki, ədədi 17-yə böldükdə natamam qismətdə 3, qalıqda isə 16 alınır. Bu ədədi tapın. Qalıqlı bölmənin düsturu var, biz bilirik bunu. A bərabərdir, B vurulsun Q, üstə gəlinsin R. Burada uşaqlar A nədir? Bölünəndir, B böləndir, Q natamam qismətdir, R isə qalıqdır. Bizdə də deyir ki, ədədi 17-yə böldükdə. Deməli, ədədimiz nədir? Bölünəndir. Bölünənimizi bilmirik. Ona görə onu ilə A ilə işarə edirik. Ədədi, gəlin belə çubuqlu bölmə ilə daha izah edeyim. Ədədi 17-yə böldükdə natamam qismətdə 3, qalıqda isə 16 alınır. Bəli, gətirib bunu bu düsturda yerinə qoysam, A bərabərdir. Bölənim nədir? 17, yazıram 17. Q natamam qismətdir, məndə isə 3-dür. Üstə gəlinsin qalıq və 16. Bu da bərabərdir. 17 vurulsun 3, 51. Üstə gəlinsin 16. O da eləyir ki, 67. Cavab 67 D bəndidir. İkinci sualda buna oxşardır. Üçüncü suala keçid edirəm. Üçüncü sualda isə deyir ki, ədədlərdən hansı 18-ə qalıqsız bölünür? 18-ə qalıqsız bölünən ədədlər, əgər bir ədəd 18-ə qalıqsız bölünən, əgər 2-yə və 9-a bölünən ədədlər qalıqsız bölünürsə, deməli 18-ə də qalıqsız bölünür. 2-yə bölünmə əlaməti sonu cütlə bitir. Gəlin sonu cütlə bitənlərə baxaq. Deməli, burada A bəndi getdi. Bu sonu təklə bitir. D bəndi də getdi. Y bəndi də getdi, qaldı B və C bəndi. İndi isə biz bunların rəqəmlərinin cəminə baxacağıq ki, bu ədəd rəqəmlərinin cəmi əgər 9-a bölünürsə, deməli həmin ədəd 9-a bölünəcək. Həmçinin də sonu cütlə bitdiyinə görə də 2-yə də bölünəcək və daha doğrusu həmin ədəd də 18-ə bölünəcək. İndi isə rəqəmlərinin cəminə baxaq. 7 üstə gəl 4, üstə gəl 3, üstə gəl 7. Baxın uşaqlar, 4-ün üstünü üçgəndə eləyir 7. 1, 7 burada, 1, 7 burada, bir dənə də 7 burada. 3 dənə 7, 21. 21-in üstünə 4 gəldi elədi 25. 25 9-a bölünür? Xeyr. Deməli, B variantı deyil. Keçirəm ikinciyə. Deməli, 7 üstə gəl 7, 14. 14 üstə gəl 4, 18. 18 üstə gəl 4, 22. 22 üstə gəl 5, 27. 27 9-a bölünür. Bəli, deməli cavab C bəndədir. C bəndidir. Deməli, həmin ədəd də nəyə bölünəcək? 18-ə bölünəcək. 5-ci suala keçirəm. 5-ci sualda x-in hansı qiymətində ədədi 9-a qalıqsız bölünür? X-in hansı qiymətində? Demək ki, yenə də rəqəmlərinin cəminə uyğun biz baxmalıyıq ki, bu rəqəmlərinin cəminə 9-a bölünsün. X-i hesablamadan əvvəlcə buradakı rəqəmlərin, baxın, əvvəlcə buradakı rəqəmlərin biz nə etməliyik? Cəmləməliyik. 5 üstünü üçgəndə edir 8, üstünə 2 gələndə 10, üstünə də 4 gələndə 14. Biz 14-ün üstünə neçə gəlsək 9-a bölünər? Neçə gəlsək 9-a bölünər? 18 9-a bölünür, bölünür. Deməli 4 gəlsək neyniyər? 9-a bölünər. Var elə cavab? Bəli, Y bəndidir. Çünki 9-a qalıqsız bölünməsi üçün rəqəmlərinin cəmi 9-a bölünməlidir də, ona görə. Sonra ədədi 8-ə böldükdə 6-cı sualda qalıq hansı ədəd ola bilməz? Ədədi 8-ə böl. Biz bilirik ki, bölən qalıq böləndən həmişə nə olmalıdır? Kiçik olmalıdır. Bizə isə deyir ki, ola bilməz deyir. Ola bilməz dediyinə görə 9 ola bilməz. Çünki əgər tutaq ki, biz ədədi 8-ə böldük, burada 9. Bu 9 qalıq ola bilməz axı. 9-un içində 8 də var axı. Bir dəfə düşəcək təzədən. Yəni kiçik olmalıdır. Aydın oldu mən sizə? Yəni bir kəlmə desək ki, qalıq böləndən kiçik olmalıdır. Və burada da alınmadığı üçün 9'dur.
7-ci sual. Ədədlərdən 2-yə və 5-ə tam bölünəni göstərin. 2-yə və 5-ə sonu cütlə bitməlidir və 5-ə də bölünməlidir. Deməli, baxın, bu B bəndi getdi. Sonu cütlə bitib, xeyr. Bu ola bilməz. Nə olsun ki, C bəndində sonu cütlə bitib, amma 5-ə bölünə bilməz. Çünki 0 və 5 ilə bitməlidir. Bu da getdi, bu da getdi, bu da getdi və cavab Y bəndidir. Həm 0-dan bitib 2-yə bölünür, həm də 0-dan bitib 5-ə bölünür. Demək ki, 1690 həm 2-yə, həm də 5-ə bölünür. 9-cu suala baxaq. 9-cu sualda isə belədir. Deyir ki, kitab, dəftər, bax, buradan yazıram kitab, dəftər və qələm. Üçünün birlikdə qiyməti 16 manatdır. Amma hər birinin qiyməti də 2 manat artarsa, əgər hər birinin qiyməti 2 manat artarsa, məsələn, kitabı bilirsən, qiymətin yox. Eləyir 2 manat artdı. Bunun qiymətini bilirsən? Yox. 2 manat artdı. Bunda qiymətini bilirsən? Yox. 2 manat artdı. Onda hər birindən bir ədəd almaq üçün nə qədər pul lazım olar? Əgər hər biri 2 manat artırsa, 2 manat artmamışdan qabaq 16 manat idi da bu. 16 manat idi. Amma hər biri də 2 manat artdığına görə, bu 2 manat artdı, oldu 18 manat. 2 manat artdı, oldu 20 manat. 2 manat artdı, olacaq 22 manat. Deməli, cavab 22-dir. Hər biri bir dənəsi ilə bilir ki, hər biri bir ədəd alması üçün üçünün birlikdə qiyməti 22 manat olacaq. Yəni, Y bəndi. 10-cu sual. Ədədlərdən neçəsi təkdir? Çox asan. 22 təkdir, cütdür. 22 cütdür. 55 təkdir. Baxın. Bax, 55 neçəsi deyir təkdir? 63 təkdir. 88 bilirik ki, cütdür. 100 də cütdür. 300 də cütdür. 303 və 399. 4 dənəsi. Ədədi 7-yə böldükdə qalıq hansı ədəd ola bilməz? Bayaqki suala uyğundur. Yenə də qalıq böləndən kiçik olmalıdır və burada cavab 8-dir. Böyük oldu, bilməz dediyi üçün 8-dir. 12-ci sualda ulduzun əvəzinə hansı rəqəm olmalıdır ki, 4 rəqəmli ədədi 9-a qalıqsız bölünsün? Yenə də rəqəmlərinin cəminə baxırıq. 6 üstə gəl 4, 10. Onun üzərinə 3 gələndə eləyir 13. 13-ün üzərinə neçə gəlsək 9-a qalıqsız bölünər? 13-ün üstünə neçə gəlsək 9-a qalıqsız bölünər? Təbii ki də 5 gəlsək. 13-ün üzərinə 5 gələndə eləyəcək 18 və o da qalıqsız bölünəcək 9-a. Sonra 14-cü suala baxaq. 630 ədədinin neçə müxtəlif sadə vuruğu var? 14-cüyə baxaq. 630 ədədinin neçə müxtəlif sadə vuruğu var? Bunun üçün sadə vuruqları ayırmamışdan qabaq birazca sadələşdirək. 630-u yazıram. 63 vurulsun 10. 63 vurulsun 10. 63-ü də mən sadə vuruqlara ayırsam 63 7 vurulsun 9 deməkdir. 9-da 3 vurulsun 3 deməkdir. 63 7-yə bölündə neçə eləyir uşaqlar? 9. 9 3-ə böləndə 3. 3 3-ə böləndə 1. 10-dakı 2 vurulsun 5 deməkdir. Yəni bunun tərkibi, bu 630-un tərkibi 7 vurulsun, 3 vurulsun, 3 vurulsun, 2 vurulsun, 5 vurulsundan ibarətdir də. Baxın, 10 vurulsun, deməli neçədir? 9 1 7 63 vurulun, 630 eləyir. Neçə müxtəlif sadə vuruğu var dediyinə görə müxtəlif sadə vuruqları baxırıq. Müxtəlif sadə vuruqlar hansılardır? 7, 3, 2 və 5. 4 dənə. Cavab C bəndi. 15-ci suala baxaq. 15-ci sualda isə biz sadələşdirəcəyik. Necə? Baxın uşaqlar, diqqətli olun. 38 vurulsun 57, üstə gəl 42 vurulsun 57. Burada ortaq vuruq hansıdır? 57. Bax, bu 57 ilə bu 57. Birinci sual tərəfi sadələşdirsəm, 57-ni çıxardaram, mötərizə xaricinə yazaram. 38 üstə gəlinsin 42. Ortada çıx var, çıx yazacam. Sonra ikinci tərəfdə 37 ortaqdır. 37-ni çıxardıram və yazıram 38. Amma bir işarəyə fikir vermək lazımdır uşaqlar. Burada çıx olduğuna görə
Çıx olduğuna görə mən artıq bunu üstəgəl 42 eləyəcəm. Niyəsini deyirəm indi. Baxın uşaqlar, diqqətlə fikir verin. Bunu əgər mən mötərizəyə alsam, bax bunu mən mötərizəyə alsam, elə buradaca yazıram baxın. Bax bu tərəfi burada yazıram baxın. 37-ni çıxartdım mötərizə xaricine, düzdür? Yerdə nə qaldı? Qabağında mənfisi var. Bu mənfini yadımdan çıxartmıram. 38 yazıram. Mən əgər bura, baxın, diqqətlə qulaq asın. Mən əgər mötərizəni açsam, 37-ni 38-ə vuranda nə olur? Mənfi olur. Baxın, mənfidir. 37 nədir mənfi? O mənfi 37-ni, mənfi 42-yə vuranda nə olacaq? Müsbət olacaq. Amma məndə nə lazımdır? Mənfi. Mən ona görə buna üstəgəl qoymalıyam ki, mötərizəni açanda 42-ni mənfi 37-yə vuranda mənim cavabım mənfi 37 alınsın. Yəni, bax, buradakı kimi. Başa düşdünüz? Yəni, cavab mənfisi ilə olsun. Ona görə mən belə üstəgəl yazıram. Yəni, həmişə uşaqlar o şeyə həmişə fikir verin. Bəzi şagirdlər elə işarə səhvliyinə görə misallar səhv olur. Ən incə detaydır ki, ona fikir vermək lazımdır. Deməli, 38-in üzərinə 42 gəlirik. Bu eləyir 10, 7, 80. Bu da eləyir 10, 7, 80. Baxın, 57 vurulsun 80 çıx, 37 vurulsun 80. Gəlin buradan da ortaqları çıxardaq. 57 çıx, 37 alınır. 57-dən də 37 çıxanda neçə eləyir? 20. 80 vurulsun 20, o da eləyir 1600. O 8-in 2-yə vuranda 16, yanına da sıfırları qoydum. Elədi 1600 və cavab yeməndir. 16 da bunun kimidir. Özünüz hesablasaz daha yaxşı olar sizin üçün. 17-yə baxaq. Əkob 19-38 və çıxılsın əbob 12-13. Fərqini hesablayın. Baxın uşaqlar. Bax, bu misalı mən bura köçürdəcəm. O 7-ci misalı. Deyir ki, əkob 19-38 çıx əbob 12-13. Baxın uşaqlar. 12 ilə 13 necə ədədlərdir? Ardıcıl ədədlərdir və qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əbobu 1-ə bərabərdir, əşobu isə onların hasilinə bərabərdir. Deməli, mən bunun cavabını, bu tərəfin cavabını avtomatik bilirəm ki, cavab 1-dir. Çünki qarşılıqlı sadə ədədlərdir və əbobu 1-ə bərabərdir. Bəs burada mən nə deyə bilərəm? Artıq əgər ədədlərdən, bax ədədlərdən bu ədədləri görürsünüz, biri digərinə bölünürsə, məsələn, 38 19-a bölünür, düzdür? Neçə dəfə düşəcək? 2 dəfə düşəcək. Bölündü də, yəni biri digərinə nə oldu? Bölündü. Bölündüsə onda əkob böyük ədəd olur. Böyük ədəd budur. Əgər burada əkob yox, əbob olsaydı, o zaman bunu götürəcəkdik biz. Və bizə əkob dediyi üçün isə mən elə 38 götürürəm. Yəni 38 çıxılsın. Bu tərəfdə də 1 aldım. Cavab elədi 37. Yəni B bəndidir. 18 də həmçinin 10 kimidir. Özünüz qəşəng taparsınız. 19-cu misala baxıram. 19-cu misalı sizə elə izah edəcəm ki, inşallah ki, yadınızdan çıxmaz. Uşaqlar, 19-cu misal bəzən burada da şagirdlər biraz çaşbaş qalır. Baxın uşaqlar, bax bura yazıram bölünən, bölünən, bölən və qismət. İndi qulaq asın mənə. Oy, qismət yazacaqdım. Qismət. Bölünəni 4 dəfə azaltdıqda mən bölünənə A deyirəm və 4 dəfə azaltdıqda deyirəmsə, yox, əvvəlcə mən belə deyim. Bölünənə A deyirəm, bölənə B deyirəm, qismətə isə A bölünsün B deyirəm. İndi isə baxıram misalıma. Deyir ki, bölünəni 4 dəfə azaltdıqda. Bax, bölünəni nədir? A-dır. A-nı 4 dəfə azaltmaq nə deməkdir? Bax, bu deməkdir. A bölünsün 4 deməkdir. Sonra sual verir ki, böləni necə dəyişmək lazımdır ki? Böləni necə dəyişmək lazımdır sözün deyirsə, bilmədiyimizə görə belə yazırıq. B vurulsun X yazırıq. Lazımdır ki, qismət 3 dəfə artsın. Qismətin nədir? A bölünsün B 3 dəfə artdırsın dediyinə görə vururam 3-ə. İndi mən uşaqlar bunu həll eləyirəm. Yəni necə? Baxın, bölünən qismətdə axı yeni bölünənim budur.
Bölənim budur. Qismətim də budur. Belə yazacağım. A bölünsün 4. Bax, bu mənim bölünənimdir. Bölünsün bu. Baba bu. Bx bərabərdir. A bölünsün B vurulsun 3. Yəni qismətim. Baxın uşaqlar. Yeni bölünənim, yeni bölənim, yeni qismətim. Mən bunu indi biraz sadələşdirəcəm. Deməli, A bölünsün 4, bölünsün Bx, yəni vurulsun bunun tərsi. Olacaq onda 4Bx bura düşəcək. Bərabərdir. 3A yuxarı qalxır, B də bura. Hər tərəfdən uşaqlar A böl B ixtisar getdi. Yerdə nə qaldı? 1 bölünsün, yuxarıda 1 qaldı. 4x bərabərdir 3-ə. 4x bərabərdir 3-də 1-ə, x də bərabərdir 12-də 1-ə. Nə oldu? 12 dəfə azaldı. Baxın, bölünmədir. 12 dəfə azaldı. Azalanda ox aşağı. 12 dəfə azaldı. Buradan heç nə də sadə tənlikdir uşaqlar. Hamısı sadə tənlikdir. Bax, qarışdırmayın. Sadəcə olaraq bunu biraz sadələşdirdik. Biz hər tərəfdə A böl B olduğu üçün ixtisar apardıq. Yuxarıda 1 qaldı. Aşağıda da 4x qaldı. Bərabərdir. Burada da getdiyi üçün burada 3 qaldı. Buradan da normal tənlik kimi. Yəni 4x-in nəyə bərabərdir? 1 bölünsün 3-ə. Buradan x-in nəyə bərabərdir? 1 bölünsün 3-ü bölürəm 4-ə. Yəni vururam 4-də 1-ə. O da eləyir 12-də 1. Yəni artıq buradan bu tərəfi sadə tənlik kimi həll edirik. Cavabını tapırıq. Yəni nə olacaq cavabımız? 12 dəfə azalmaq. Baxın uşaqlar, bu metod çox yaxşı metoddur valla. Bəzən şagirdlər həqiqətən də çaşır, amma bu metodla mən istifadə edəndə şagirdlər artıq çaşmır. Yəni özünüz üçün beləncik şərt kimi quranda yəni səhv yazmaq ehtimalı yoxdur. İnşallah ki, heç olmasın da. İndi baxaq 20-ci suala. 20-ci sualda qiymətlərində hansının bərabərliyi doğrudur? Baxın uşaqlar, bu 20-ci sualla, baxın 17-ci sualın bu tərəfi var ha. Mən sizə nə demişdim? Ədədlərdən biri digərinə bölünürsə demişdim ki, əkob böyüdür. Baxın uşaqlar 20-ci suala. Ədədlərdən biri digərindən bölünürsə əkob neçədir? Böyüdür. Deməli, əkobu nə götürüb bu? 10. Deməli, n bölənlər olacaq. Amma ondan kiçik olacaq. Baxın, 1, 2, 5, 10. Fisyon, deməndi. Aydın oldu. 8 ola bilər? Yox. Niyə? Çünki əgər burada n-in yerində 8 olsa, biri digərinə bölünmür. 10 hara, 8 hara. Və yaxud da 3 olsa, bunlar getdi. Və yaxud da burada da həmçinin 6, 8 var. Getdi. Burada da həmçinin 9 var. Ona görə cavab D-bəndidir. 21-ci sualda isə 21-ci sualda ədədlərdən qiymətlərində əbob n10 n. Baxın, burada isə ən kiçiyin götürüb. Kiçiyi. Yəni kiçiyi nədir? N. Deməli, əbobu mən sizə dedim axı. N 10-dursa, əbob olanda ən kiçik olur. Ən kiçiklərə baxırıq. Yəni, burada da həmçinin əslində yenə də ondan kiçiklər olacaq, amma əbobun götürüb, n-i verib sənə. Ona görə yenə 1, 2, 5, 10. Yəni cavab C bəndi. Vaqifin addımı 80, Sabirin addımı isə 70-dir. Hansı ən yaxın məsafə dediyi üçün biz əkobu tapacağıq. 80 ilə 70-in əkobunu tapırıq. Bunu uşaqlar, bəzi uşaqlar 80-i durur, sadə vuruqlara ayırır. 70-i durur, sadə vuruqlara ayırır. Beləncik olmaz. Baxın, bax bu yol uzun yoldur uşaqlar. Bax, yazırıq bura 80, 70, nə tapırıq? Əkob tapırıq, düzdür? Baxın, belə izah edirəm sizə. 80 ilə 70-də ortaq vuruq, nə var hər ikisində də? Bir dənə 0 var, düzdür? Yəni 10-luq var burada. Mən onu çıxartdım mötərizə xaricinə. Yerdə qaldı 7 və 8. İndi 7 ilə 8-in nəyini tapacağım? Əkobunu tapacağım. 7 ilə 8 qarşılıqlı sadədlər olduğu üçün əkobu neçədir? Onların hasili və cavab 56-dır. Bəs burada da 10 var axı. 10 vurulsun 56 deyəcəm. Bu da cavab 560-dır. Fisyon. Yəni 560-ı mən Sabirin 560-ı 80-ə böləndə 7 addım düşür. 560-ı 70-ə böləndə 8 addım düşür. Hər ikisi tam sayda addım atar. 560 hansı ən yaxın məsafədə? 560 sm. Yəni cavab C bəndidir. 23-cü suala baxaq. 23-cü sual baxın. Buraya yazıram 23.
23-cü sualı uşaqlar, gəlin qruplaşdıraq. Bax, 100, 100 çıx, 99-u 1 eləyirəm. Üstə gəl, 98, 98 çıx, 97-ni 1 götürürəm. Üstə gəl, 96 çıx, 95-i 1 götürürəm. Üstə gəl, nöqtələr üstə gəl, 2 çıxılsın, 1-i də 1 götürürəm. Baxın uşaqlar, cavab neçə aldın? 1. Cavab neçə aldın? 1. Cavab neçə aldın? 1. Cavab neçə aldın? 1. Neçədən olacaq? 50-dən olacaq. Niyə? Çünki burada cüt, məsələn bu bir cütdür. Bu 1-dir. Bu 1-dir. Bu 1-dir. Yəni bu bir cütdür. Bu bir cütdür. Bu bir cütdür. Bundan 50-dən olacaq. Çünki niyə? 100-dən başlayıb axı. 100-dən başlayıb. 50-dən olacaq. Ona görə cavab nə olacaq? Bax 1, üstə gəl 1, üstə gəl 1, üstə gəl nöqtələr, üstə gəl bu 1. Bundan 50 dənədir. Yazıram bura 50 dənə. 50 dənə. Çünki bu ikisi bir cütdür. Bu ikisi bir cütdür. Bu ikisi bir cütdür. Yəni bunlar 50 dənədir uşaqlar. Cavab 50-dir, debəndi. 24-cü suala baxın. 15-ə bölünməsindən alınan qalığı tapın. Baxın, əziz şagirdlərim. Deməli, 24-cü, 15-ə bölünmək nə deməkdir? 15-ə bölünmək nə deməkdir? 3-ə və 5-ə bölünürsə ədədlər 15-ə də bölünür. 3-ə və 5-ə. Mən avtomatik bilirəm ki, bu hasil var ha, baxın. Bu hasil var ha. Bu hasilin tərkibində nə var? 3 var, 5 var. Avtomatik bu tərəf 15-ə tam bölünəcək. Amma məndən nə istəyir? Qalıq istəyir. Ona görə mən 27-ni 15-ə böləcəm. 27-nin də 15-ə bölünməsindən alınan qalıq eləyəcək 12. Çünki bir dəfə düşəcək. Bir dəfə düşdüyünə görə 12 olacaq. Yəni 27-dən 15 çıxanda cavab eləyir 12. Sonra ben 23'ü dedim, 24'ü de dedim, 25, 26'ya baxaq. 26-cı tapşırıqda isə 26-cı tapşırıqda deməli 4, A, 5, B, 7 ədədi deyir 3-ə tam bölünür. Baxın ha, 3-ə tam bölünür. 3-ə bölünmə əlaməti nədir? Rəqəmlərinin cəmi 3-ə bölünürsə ədəd 3-ə bölünür. Və məndən deyir ki, A üstə gəl B-nin cəmi hansı ədəd ola bilməz? Ola bilməz. Diqqətlə baxaq. Bunların rəqəmlərinin cəmi neçədir uşaqlar? 4 üstə 5 gəl deyilir 9, 9 üstə 7 gəl deyilir 16. 16. A üstə gəl B-ni mən elə eləməli. Elə bil ki, belə olacaq uşaqlar. Baxın. Rəqəmlərinin cəmi nədir? 16 üstə gəl A, üstə gəl B. Bu ədəd 3-ə tam bölünür. Amma mən elə eləməliyəm ki, bax iminli bu A üstə gəl B hansı ədəd ola bilməz də, yəni. Bildiniz necə? Məsələn, gəlin varianta baxaq. Məsələn, A üstə gəl B-yə mən 2 versəm, B bəndini görürsünüz. Mən 2 versəm neçə olur cavab? 18. Rəqəmlərinin cəmi yəni neçə olur? 18. 18 3-ə bölünəcək, bölünür. Deməli, bu ədəd 3-ə bölünəcək. Deməli, B deyil. 9-a baxın. 16-nın üstünə, məsələn, indi də 9 gəlir. Eləyir neçə? 25. 25 3-ə bölünür. Bax, 25. 25 3-ə bölünür, bölünmür. Deməli, bu ola bilər. Digər variantlara baxaq. Məsələn, qabaqda 8 var idi. 16-nın üstünə 8 gəlir. 24. 3-ə bölünür, bölünür. Bu ola bilər. Deməli, bu da 7. 11-ə baxaq. 16-nın üstünə 11 gəlir. 7, 27. 27 3-ə bölünür, bölünür. Deməli, 11 də getdi. İndi 17-yə baxıram. 2, 33. 33 3-ə bölünür, bölünür. Deməli, hansı ola bilməz? Əlbəttə ki, 9. Çünki 9 olsa, bu olacaq 25. Rəqəmlərinin cəmi 25. 25 3-ə bölünmür, axı mənə də deyir, hansı ədəd ola bilməz? Əlbəttə ki, 9 ola bilməz. 27 bunun kimidir. 28-ə baxaq. 28-i belə izah edeyim sizə. Deməli, 28-də deyir ki, A bərabərdir 6 vurulsun 15 vurulsun 21 ədədinin neçə müxtəlif sadə vuruğu var? Uşaqlar, 6-nın sadə vuruqları ayıraq elə yerindəcə 2 vurulsun 3. 15-i sadə vuruqlara ayıraq 3 vurulsun 5. 21-i sadə vuruqlara ayıraq 3 vurulsun 7. Neçə müxtəlif sadə vuruğu oldu? Bəs onda
Müxtəlifləri sayırıq. 1, 2, 3, 4. 4 dənə və cavab A bəndidir. 30-a. Baxın uşaqlar, 30-da. 30-u da izah eləyəcəm sizin üçün. Bir də izah eləyəcəm 30-a. Yenə deyir, bölünən 15 dəfə artırıldı. Bölünənim nədir? A-dır. A 15 dəfə artırıldısa, bax yenə yazıram uşaqlar. Bölünən, sizin üçün eləyirəm bunu. Sizə görə bölünən, bölən və qismət. Qismət. Bölünənim nədir? A-dır. A-dırsa, 15 dəfə artırıldısa, deməli olacaq 15-a. Bölənim nədir? B-dir. Necə deyir ki, böləni necə dəyişmək lazımdır? Necə dəyişmək lazımdır? Bax elə mən belə yazıram. Qismətimi deyir 5 dəfə artması üçün. Qismətim nədir? A bölünsün B. Bax, bunlara baxıram. A bölünsün B. Qismətim 5 dəfə artmalıdır. Deməli 5-i vururam. A bölünmüş B-yə. Yeni şey yaradıram. Deməli 15A bölünsün BX bərabərdir 5A böl B. Bunu da lor dilində belə yazsaq. 15A bölünsün BX bərabərdir 5A böl B. Hər tərəfdən uşaqlar A böl B'lər getdi. Yerdə qaldı 5'lər də getdi. Burada 3 qaldı. Onda qaldı nə? 3 bölünsün X bərabərdir 1. X də bərabərdir 3. 3 dəfə nə olacaq? 3 dəfə artacaq. Çünki 3 oldu. Əgər 1 bölünsün 3 olsaydı azalardı. Belə olduğu üçün 3 dəfə artdı və cavab B bəndidir. 31-ci suala baxaq. 31-ci sualda isə deyir ki, A ədədi B-nin böləni olarsa əbov AB-ni tapın. Baxın. A ədədi B-nin böləni olarsa, bayaqki söhbətlərdə hamısı. A ədədi B-nin böləni olarsa, yəni tutaq ki, bu 24-dür, tutaq ki deyirəm, bu da 12-dir. 12 24-ün nədir? Bölənidir. Əbov neçə olacaq? Biri digərinə görürsüz bölünür. Əbov neçə olacaq? Kiçiyi. Kiçiyi nədir? 12. Yəni A. Həmişə özünüzdə belə çaşırsınızsa, özünüzdən ədədlər qoyun. 12 24 olmasın, 6 3 qoyun. Başa düşdünüz? Biri digərinə bölünən ədədlər qoyun. Sonra A və B müxtəlif sadə ədədlər olarsa, müxtəlif sadə ədədlərdirsə, əbob neçə olacaq? 1. Niyə? Çünki sadə ədədlər əbobu 1-dir. Əkobu isə onların hasilidir. Müxtəlifdir həmçinin də. Ona görə bir. Deməli, qarşılıqlı sadə ədədlər olarsa 34-cü tapşırıqda, bəs əkob neçə olar? Onların hasili olar. Y bəndi. 35-dir, 36-dır. Bunlar asandır əslində. Öz-özdə işləyə bilərsiniz. Tək ədədlə cüt ədədin hasili tək ədəddir. Hansı ədəd təkliflərdən hansı doğru deyil? Bir dənə tək ədəd götürün. Tutaq ki 3. Bir dənə də cüt ədəd götürün. Tutaq ki 2. Hasili deyir tək ədəddir. 2 ilə 3-ün hasili nədir? 6. Tək ədəd deyil axı. Cüt ədəddir. 6 deyil, cüt ədəddir. Amma bu səhv deyir ki, hasili tək ədəddir. Səhv daxili A bəndidir. Və yaxud da ki B bəndinə baxın. 2 tək ədədin hasili tək ədəddir. 2 tək ədəd götür. 3, birini də götür. 5. Hasil nədir? 15. Tək ədəddir. Bəli, bu düzdür. 2 cüt ədədin hasili cütdür. 2 dənə cüt ədəd götür. Birini 2 götürdüm, birini də 4 götürdüm. Hasili 8-də cüt ədəddir. Bəli, düzdür. 2 sadə ədədin hasili mürəkkəb ədəddir. 2 dənə sadə ədəd götür. Birini 2 götürdüm, birini də 11 götürdüm. İkisi də sadə ədəddir. Hasili 22-dir. 22 mürəkkəb ədəddir. Bəli, düzdür. Sadə ədədlə mürəkkəb ədədin hasili mürəkkəb ədəddir. Bir dənə sadə ədəd götür. 2. Bir dənə də mürəkkəb ədəd götür. Mürəkkəb ədəd 12. Hasili nədir? 12 vur 2 24. Mürəkkəb ədəddir. Bəli, düzdür. Deməli cavab A bəndidir. Bu kimi bax 35-də 36-dır. Belə ancaq yerinə qoyub o cür tapa bilərik. 37-ci tapşırıqda əkob 60-175-i hesablayın. Uşaqlar 60-175-i ancaq dediyim kimi ya 60 ilə 175-i bu kimi hesablayırsınız əkobun. Ya da belə hesablayaq. Elə gəlin elə belə hesablayaq. Sizin üçün biraz baş qarışıqlıq olmasın. Deməli 60-a buradan hesablayın bir dəqiqə. 60, bu da 175. 60'ı bölürəm nəyə? 2-yə. Deməli eləyəcək 32, 15, 5, 3, 3, 1. Görüm düz getdim. Dayan.
62'yə getdi, neçə elədi? 30, 30'u 2'ye böldüm. 15, 15'i 5'e böldüm. 3, 3 3'e böldüm 1. 175'i de 5'e aparım. 17'nin içinde 5, 3 dəfə. 17'den 15, 25'te de 5, 5 dəfə. 35 5'e getdi, 7, 7'ye getdi 1. Düzgün getdim, 25 deyən bir dəqiqə. Deməli, aha, bu düzdür. Vəsə. Deməli, uşaqlar, əkobu istəyir. Əkobu var, mən belə tapıram. Baxın, mən əkobu tapmaq üçün yolumu əbobdan keçirdirəm. Çünki əbob mənim üçün daha sadə gəlir. 5 var burada, var. Əbobu neçədir elə bunun? 2 var bu tərəfdə, yoxdur. 3 var bu tərəfdə, yoxdur. Deməli, bunun əbobu 5'dir. Əbobu 5'dir. Mən dedim, axı, əkobu tapmaq üçün yolumu əbobdan sallam. Gördünüz, rahatçılıqla mən əbobu tapdım. Necə tapdım? Səndə var, məndə də var. Vəsə. Səndə var, məndə də var. Nədir bir dənə? 5'dir. Bunda var, bunda da var. Nədir? 5'dir. Sonra olmayanları gətirib qoyuram, düzürəm, bölürəm. Nə var burada? 2. Nə var orada? 2. Nə var? 3. Nə var? 5. Nə var? 7. Bu da bunun əkobu. Bu da cavab eləyir. Dayan deyəcəm. Deməli 4 vur 5, 20. 20. 20'ni də vururuq 15'e. Onu da vururuq 7'ye. 2100. 2100. Cavab D-bəndidir. 38'i özünüz eləyərsiniz. Bayaq ki misallardandır. 39'u da həmçinin. 40'a baxaq. M ədədini 13 əlavə etdikdə alınan cəm 50-dən 27 vahid kiçik olarsa M ədədini tapın. Baxın, M ədəddir. Neçənci sualdır bu? 40-cı sual. M ədədi üstünə 13 əlavə etdikdə alınan cəm 50-dən 27 vahid kiçikdir. 50-dən 27 çıxanda neçə eləyir? Ondan 7, 3, 4-dən 2, 2. Ondan 7, 3, 4-dən 2, 2, 23. Bəs M nəyə bərabərdir? 23-dən də 3 çıxıram. 13 çıxıram. O deyilir 10'a. M ədədi 10'dur. Yəni Y bəndidir. 41 asandır. 42'ye baxaq. Toğrul'la Arifə. Toğrul Arif'in 5 ildən sonra yaşlarının cəmi 29 olacaq. Bax, bura yazıram Toğrul. Burada yazıram Arif. Deyir ki 5 ildən sonra yaşlarının cəmi 29 olacaq. 5 ildən sonra, ha, indiki yaşlarını bilirsən, yox. Amma 5 ildən sonra nə olacaq? Nə olacaq 5 ildən sonra? Yaşlarının cəmi 29 olacaq. İndiki yaşlarının cəmini tap. 5 ildən sonra yaşlarının cəmini tapıram əvvəlcə. X üstəgəl Y. Bunun ikisi elədi 10. 29'dan da 10 çıxan 9. 2'dən 1, 1. 19. İndiki yaşlarının cəmi isə 19'dur. 5 ildən sonra yaşlarının cəmi deyirsə, deməli bunun üzərinə 5 gəlməliyəm. Bunun üzərinə, yəni zaman həm bunun, həm də bunun üçün gedir. 420'nin sadə vuruqlarını tapırsınız. 45'i də asandır. 46 da asandır. Bir dəqiqə. Aha. İndi 46-cı misala baxaq uşaqlar. 46-cı misalda da asandır əslində. 11.011 bölünsün 1001. Baxın. Bunun içində 1001 bir dəfədir. 0, 0, 100. Aşağıda da 1'i düşürtdüm. Bir dəfə düşdü. 1001'i 1001'e bölündü. Bir cavab elədi necə? 11. A bəndi. Ədədlərdən neçəsi sadədir? 2 sadədir. 23 sadədir. Bir dəqiqə. 2 sadə, 23 sadə, 29 sadə, 46 sadə deyil, 101 sadədir, 119 sadədir, 122 yox. Deməli 4, 3, 5 dənə B bəndi. Ədədinin neçə müxtəlif sadə vuruğu var? Yenə də asandır. 6 nə deməkdir? 2 vurulsun 3 deməkdir. 4-də 2 vurulsun 2 deməkdir. Müxtəlif deyəndə bir dənə 2, 1, 3, bir də 5, 3 dənə B bəndi. Ədədlərdən neçəsi 6'ya tam bölünür? 6'ya bölünməsi üçün 2'yə və 3'ə tam bölünən ədədlər deməli 6'ya da bölünür. 2'yə və 3'ə. 2'yə və 3'ə.
Yəni 2 olması üçün sonu cütlə qurtarmalıdır. Bu getdi, bu da getdi. 2-yə və 3-ə. İndi 3-ə baxırıq. Rəqəmlərinin cəminə 3-ün üstünə 2 gələndə 5, 5-in üstünə 3 gələndə 8-in üstünə 4 gələndə 12. Bu 3-ə bölündü. Buna baxaq bir dənə. 6. 6-ın üstünə 2 gələndə 8-in üstünə 6 gələndə 14. Bu 3-ə bölünmədi. 6. 6-ın üstünə 6 gələndə 12. 12-nin üstünə 3 gələndə 15. Deməli 2 dənəsi. Bir bundan, bir də bu. 3'ə bölünür. Və biz bu ikisi də həmçinin 6-ya bölünür. Çünki 2-yə və 3-ə bölündüyü üçün. Sonra 50-ci sual. Əkub 42 və 68. 42 və 68-in fərqini tapın. Baxın uşaqlar. Əkub, əkub çıx əbub. Aydın oldu. Deməli 2 dəfə gidiyor, 2 dəfə gidiyor. Sadə vuruşlara ayırırıq bunları. Baxın. Əkub 42 nə deməkdir? 42, 6 vurulsun 7. 6 nə deməkdir? 2 vurulsun 3, bir də 7. 68 nə deməkdir? 68-i 2 aparaq görək nə alırıq? 3, 34, 34-ü də 2 aparaq 17, 17-yə də 1 düşür. Deməli 4 vurulsun 17, 4 dəfə 28, 68 eləyir. Aha. İndi bunun əkubdan əbubu çıxmalıyam. Əbubu neçədir uşaqlar? Mən sizə dedim, əbubu tapaq birinci, əkubu tapmaq üçün. Kimdən necə rahatsa o qaydanı eləsin. Yəni mən əsasən bu yolla gedirəm. Çünki daha asandır. Əbubu belə tapıram. 2 var, vəsiyo. Əbubu 2-dir. Əbubu 2-dir. Əkubu necədir bəs? Əkubu isə 2 vurulsun, bax 2 vurulsun, həmən bu 2 vurulsun. Yerdə qalanlar nədir? 3, 7, 2, 17. Yəni bundan çıxacam 2-ni. Görək neçə eləyir. Deməli 7 vur 2, 14, 2 vur 3, 6. 14 vurulsun 6, onu da vururuq 17-yə. 1428-dən də 2 çıxanda 1426. Yəni cavab A bəndidir. Bu əkubdur uşaqlar. Bu da əbobdur. Bunun cavabı 1428 elədi. Bu da 2 elədi. Bundan da 2-ni çıxanda eləyir 1426. Yəni cavab A bəndidir. 50A. Bu qədər uşaqlar bu günlük. İnşallah növbəti dərslərdə və ardını növbəti izahlarda izah edəcəm inşallah. İnşallah ki, əgər bu dərs sizə kömək oldusa, kanalıma abunə olarsınız və əgər riyaziyyata sistemli hazırlaşmaq istəyirsinizsə, mənimlə əlaqə saxlayarsınız. Əlaqə nömrəm isə deməli, bura qeyd edim. 070 244 25 75'dir. Buyurun uşaqlar, inşallah görüşərik. Hələlik, sağ olun.